baş ağrı, belə deyək də, bəzən insanlar yanlış dərman və ya yanlış dərman bitkilərini istifadə edərək də özünə baş ağrı açır, yəni baş ağrı yaradır. Və ağrımayan baş ağrıdır, yəni. Bəzən o spesifik baş ağrıları xaric, bir çox baş ağrıların da digər orqanlar da yarada bilir. Həyat tərzi də yarada bilir, qida da yarada bilir. Məsələn, fitoterapiyada baş ağrılarında istifadə olunacaq hissəsi daha çox, mənim məsələn çox bəyəndiyim aromaterapiyadır. Məsələn, bilirsiniz ki, bizdə ən möhtəşəm mərkəz qoxunun mərkəzidir. Bəli. Məsələn, elə ətir var, insanın başını ağrıdır, elə ətir var, insanın ağrısını kəsər. Mən əsl efirlərdən alınmışları qeyd edirəm. İmitasiya olunanları deyil. Məsələn, baş ağrıları zamanı müəyyən üsullar olub. O üsullar spesifik təsir göstərən üsullar olub. Məsələn, bəzi yerlərdə tüstülərlə müalicə edirlər. Bəli. Məsələn, artıq 5 ay öncə Hindistanda elə bir yerə getdim mən. Orada sanki özlərini rahatlandırmaq üçün gəlmişdilər. Bir-iki bitkinin adını tərcümə eləyə bildim. Məsələn, bizim bildiyimiz yovşan bitkisini onlar dəmləyib deyil də, onun tüstüsündən istifadə edirlər. O qoxuyla özlərini rahatlaşdıra bilirlər. Bu psixolojidir, doktor, yoxsa tibbi tərəf? Onun izahatını verəcəm. Bunu biraz daha inkişaf edib. Bəli, niyə görə o qədər qoxunu almaq məcburiyyətində qalasan? İndi o əhali üçün və onların elə eyni necə başlanıbsa xalq tabiəti, yəni ümumiyyətlə ölkə özü Hindistan deyil də, yəni baharatdır. Və hətta ədviyyatların özlərində başa ağrıdıcı təsir göstərən var, ağrını kəsən. Məsələn, zəfəran baş ağrını kəsər, amma sarı köklə acırğa, xren daha çox ağrı yarada bilər. Bunu aromaterapiya elm şəklində etmək daha yaxşıdır. Məsələn, lavanda bitkisinin yağından gizgahları masaj eləyib, xəfif baş ağrılarını aradan götürmək olar. Məsələn, adicə insanın boynu və kürəyi masaj olunanda necə bir təsir göstərir? Presinaptik alfa reseptorları enkefalinlər üzərindən təsir göstərir ki, beyin deyir ki, aha, rahatlana bilərsən. Rahatlandırıcı yolla kömək eləyə bilər. Məsələn, bəzən olur ki, başı da ağrıyır, yaddaşı da pozulub, özünü gərgin hiss eləyir. Məsələn, adaçayının, xüsusilə də adaçayının tüklü adaçayı növündən istifadə olunur. Hətta əski bir İngilis ədəbiyyatında yazılmışdı ki, bağçasında adaçayı bitən insanın niyə ölsün ki? Niyə ağrısın? Belə bir tərcümə olunur. Və üzərində də bir tədqiqatlar aparmışdılar. Tədqiqat tək Avropada deyil, Türkiyədə də fitoterapiya mütəxəssisləri, əslində fitoterapiya sonra onlar da inkişaf eləməyə başladı. Farmakoqnoziya üzrə, yəni dərman bitkilərinin elmi ilə o məşğul olur. Məsələn, dərmanlar haqqında farmakologiyadır. Amma dərman bitkilərindən qeyd elədiyim kimi araşdırma aparıblar. Yəni orada da 120 qrup insan götürüblər və adi adaçayı və tüklü adaçayını veriblər və tüklü adaçayından sonra daha yaxşı effekt alırlar. Onun yağından da istifadə eləmək olur. Bu təkcə gizgahlara masaj yolu ilə deyil. Məsələn, mən sizə belə bir şey deyim. Bitkilərin bütün hissələrini gördün, ay nə qəşəng bitkidir, mən bunu dəmləyib içəcəm, yaxşı olacam, elə deyil. Onların bədənə yan təsirləri də var. Çünki zəhərlənmə təsiri hesabına da baş ağrıyır. Baş ağrı bir simptom kimi bizə görünə bilər də, altda yatan səbəbləri də çoxdur. Bir siqnal rolunu da oynaya bilər. Yaxşı ki, baş ağrıyır yəni. Bəli, bəli. Bəzən baş ağrıyır ki, sən niyə az yatmısan və yaxud da baş ağrıyır ki, sən niyə bu qədər qidalandın və o qidalanmanı xərcləmədin. Ağrı bir nemətdir. Əlbəttə, metabolik sindromu olan insanlar indi çoxdur. İnsülin rezistentliyi var, bel çevrəsinin böyük olması, pis xolesterolun yüksəlməsi və s. Gələcəkdə şəkər də ola bilər, təzyiq də ola bilər, filan. O artıq deyir, mən yemək yeyən kimi başımdan ağrı tutur. Heç bir problemi yoxdur. Metabolik sindromdur. Artıq orada bir işin özəyi qoyulub. Orada ağrını kəsmək deyil, metabolik sindroma, həyat tərzi və yaxud da elə deyim, məsələn, yaxşı metabolik bitkilər var. Onları istifadə eləmək olar. Görün, problem hardadır və biz nəyi müalicə eləməyə çalışırıq. Demək, baş ağrısı, doktor, nəticədir də, səbəb deyil. Səbəb tam fərqli. Əsl səbəb olaraq və klassifikasiyalarını doktor qeyd elədi. Əlbəttə, biz o baş ağrılarının lap dərinə geçsək, o qədər neyrocərrahi xəstəliklər çıxa bilər. Çətin bir mövzudur. Mən amma məsələn belə deyim,
Bitkilərin yaxşı təsirlərindən biri nədir? Məsələn, onu dərdin, qurutdun, dəmlədin. Orada biraz plasebo effekti də var. Bu gör nə gözəl görünür, nə qəşəng ətri var. Onda daha çox insanlar kəkliyotu istifadə edirlər. Kəkliyotu məsələn spazmatik olduğuna görə rahatlıq verə bilər, amma heç bir ağrını kəsmir. Amma məsələn müəyyən vaxtlar belə təzyiqim qalxıb başım ağrıdı, gedim bir kəkliyotu içim. Spazmı götürür. Elə bir effekti var.